Salam müəllimələr, hər vaxtınız xeyir olsun. Bildiyimiz kimi artıq tərbiyəçi müəllimlərin, yəni məktəbəqədər təhsildə tərbiyəçi müəllim vəzifəsi üzrə işə qəbul müsabiqəsinin qiymətləndirmə çərçivəsi çıxarıldı və tərbiyəçilərə təqdim edildi. Deməli, müəllim vəzifəsi üzrə işə qəbul müsabiqəsi deyilirsə, bu sertifikasiyada da öz əksini tapacaq. Yəni dediyimiz kimi çərçivə düzdür. Hər il yeni çərçivə çıxarılır. Ancaq çərçivədə çox belə dəyişikliklər olunsun, ixtisarlar olunsun, əlavələr olunsun. Yəni tam şəkildə dəyişdirilmə təbii ki, yoxdur. Çünki keçirilən ilk çərçivədə hansı mövzular varsa, onların hamısı bağçanın olmazsa olmaz mövzularıdır. Gəlin baxaq görək, yeni çıxarılan, yəni 2026-cı il üçün yeni təqdim olunan çərçivə sənədində nələr var? İlk öncə qiymətləndirmə çərçivəsinin mündəricat hissəsinə diqqət edək. Test imtahanının mərhələsi eyni zamanda ədəbiyyat siyahısı haqqında göstərilib. Test imtahanı mərhələsi müəllimələr. Bunu göstərək ki, məzmun və metodikadan test imtahanında 40 sual, pedaqoji və psixoloji yanaşmalardan isə 20 test sualı düşəcək. Və bilirsiniz, sertifikasiya imtahanına hazırlaşan müəllimələr, yəni sertifikasiya imtahanı verəcək müəllimələr, bizim bu sertifikasiya imtahanında səhv düzü aparmayacaq. Yəni 60 sualın 60-ı da yazılmalıdır. Onsuz da ki, belə götürürük ki, səhv düzü aparmayacaq deyirik və ancaq MEQ imtahanına, yəni işə qəbul imtahanına hazırlaşan müəllimələr isə bu nüansda daha diqqətli olmalıdır. Çünki səhv düzü aparacaq və bu da təbii ki, sizin ziyanınıza ola bilər. Gəlin baxaq, məzmun və metodika hissəsində hansı mövzular var? Məktəbəqədər təhsilin inkişaf sahələri və standartları. Bilirsiniz, məktəbəqədər təhsilin inkişaf sahələri 4 inkişaf sahəmiz var. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik, idraki inkişaf, estetik və yaradıcı inkişaf, sosial-emosional inkişaf. Hər birinin özünə məxsus bacarıqları var və hər biri də standartlar üzrə özünü göstərir. Hər bir inkişaf sahəsinin 3 bacarığı var. Yalnız estetik və yaradıcı inkişaf sahəsinin isə 2 bacarığı var. Bu mövzu əsasında inkişaf sahələri, əsas standart, alt standart, yəni inkişaf sahəsi və standartlar yazılıbsa, bura aiddir. Məzmun xətti eyni zamanda inkişaf sahəsidir. Əsas standart, yəni inkişaf sahəsinin bacarıqları, alt standart, yəni ümumi təlim nəticələri, onun bacarıqları, ona aid olan bütün situasiyalar aid ediləcək birinci mövzumuza. İkinci, məktəbəqədər təhsil, yəni təlim və fəaliyyətlərin planlaşdırılması. Bilirsiniz, planlaşdırmanın 2 növü var. Həftəlik cari, eyni zamanda illik perspektiv planlaşdırma və bu planlaşdırmaya ardıcıl nələr daxildir? Bura aid ediləcək eyni zamanda mövzuların ardıcıllığı qurularkən nəyə diqqət edilməlidir? Mövzuların ardıcıllığı qurulmaya diqqət edildikdən sonra məşğələlər hansı mərhələlər əsasında aparılmalıdır? Birinci növbədə aktuallaşdırma və motivasiya mərhələsinə diqqət edilməlidir. Dərk etmə və tətbiq etmə mərhələsi. Bunların mahiyyəti nədir? Onlara nələr daxildir? Hansı situasiyalar düşə bilər? Bunlara diqqət edəcəyik. Təşkili. Baxın, planlaşdırılması təşkili yazılıb. Planlaşdırmanın düzgün şəkildə təşkil olunması, eyni zamanda təhsil müəssisənin düzgün şəkildə təşkili qaydalarını keçmişik. 1-6 yaşlı uşaqlara əhatə edir. Yalnız bir təhsil müəssisəsində uşaq təhsil ala bilər. Elə yerlər var ki, bağça yoxdur, orada icma əsaslı qısa müddətli təhsil qrupları açılır. İlk öncə prioritetdən kimlər keçməlidir? Qrupa daxil olarkən nəyə əsasən uşaqları qrupa daxil edirik, paylaşdırırıq? Yəni, bütün bunlara diqqət edilməlidir. İdarə edilməsi məşğələnin effektiv idarə edilmə mexanizmlərindən gedir söhbət, gözlənti, qayda, prosedur, gözləntilər necə təşkil olunmalıdır, qaydalar necə olmalıdır, prosedur hansı prosedurlar əsasında həyata keçirilməlidir və s. Dəyərləndirilməsi. Dəyərləndirməni bilirsiniz. Nədir dəyərləndirmə? Uşaqlar haqqında məlumatların toplanması və qiymətləndirilməsi prosesidir. Dəyərləndirmənin 3 növü var. Diaqnostik qiymətləndirmə, eyni zamanda ilkin qiymətləndirmə
formativ inkişafın izlənilməsi, bir də yekun hesabat, qiymətləndirmənin metodlarından söz açılacaq, müşahidə, müsahibə, fəaliyyət məhsullarının təhlili, portfolio, şifahi sorğu, onların hər birinə nələr aiddir, onların bir-birindən fərqi nədir və s. Proqnozlaşdırılması, proqnozlaşdırılma rəy vermədir, əks əlaqələrin verilməsidir, konstruktiv rəy verilmə, ondan sonra yaradıcı rəy verilmə, yəni bunların hamısına diqqət etmək lazımdır. İnklüziv təhsil mühitinin təşkili. İnklüziv təhsil təbii ki, olmazsa olmaz mövzularımızdan biridir. İnklüziv təhsilin uğurlu inteqrasiyası üçün hansı faktorlara diqqət edilməlidir? İnklüziv təhsilin komponentləri nələrdir? İnklüziv təhsilin hansı prinsiplər üzərində qurulur? Növləri hansılardır? Ümumiyyətcə, inklüziv təhsilin faydası, əhəmiyyəti nədir? İnklüziv təhsilin təhsil ilə bərabər digər təhsil növləri hansılardır? Diskriminasiya, segregasiya, inteqrasiya, inklüzivizasiya və s. Sonra, bütün uşaqlarda yaradıcı öyrənmənin dəstəklənməsi, bu artıq burada söhbət mühitlərdən gedəcək. İnkişaf etdirici təhsil mühiti, öyrədici təhsil mühiti, dəstəkləyici təhsil mühiti, bu mühitlərin uşaqlarda formalaşdırıldığı hər hansı bir bacarıqlardır. Dəstəkləyici təlim mühitinin xüsusiyyətləri, öyrədici təlim mühitinin komponentləri, inkişaf etdirici təhsil mühitinin həm növləri, komponentləri, eyni zamanda funksiyaları və s. bunlardan bəhs edəcəyik. Müxtəlif mədəniyyətli uşaqlarla iş və gender bərabərliyi, hörmətə əsaslanan qarşılıqlı ünsiyyət, ailələrlə işin təşkili, fərqli ailə quruluşları, mədəni müxtəlifliyə hörmətlə yanaşılması, yazılı hesabatlar, davamlı ünsiyyətin qurulması, konfidensiallığın təşkil olunması, açıq suallar, qapalı suallar, verbal, qeyri-verbal birgə hərəkətlərin əsaslanması, uşaq yönümlü yanaşma, dəyərlərlə bağlı olan səriştələrimiz, mədəni müxtəlifliyə hörmət və s. bunlar daxildir. İndi keçirik metodika hissəsinə. Sensor bacarıqlarının inkişafı, sensor mədəniyyət məşğələsindən bəhs edirik, olmazsa olmaz mövzumuzdur. Fiziki tərbiyə, fiziki mədəniyyət məşğələsindən bəhs edirik, olmazsa olmaz mövzumuzdur. Təsviri fəaliyyət bilirsiniz. 4 fəaliyyət növümüz var. Rəsm, aplikasiya, yapma, quraşdırma, onların qruplar üzrə uşaqlarda formalaşdırdığı bacarıqlar, ətraf aləmlə tanışlıq bilirsiniz. Hər qrup üzrə uşaqların ətraf aləmlə tanışlığı haqqında məlumatların verilməsidir. Bundan başqa müşahidələrin uşaqlarda formalaşdırılmasıdır. Müşahidənin növləridir. Epizodik müşahidələr, uzun müddətli, qısa müddətli müşahidələr və s. Nitq inkişafı metodikası, təbii ki, ətraf aləmlə tanışlıq varsa, nitq inkişafı üzrə işin həyata keçirilməsi, əyani, şifahi, praktik metodlardan istifadə olunması, oyunlardan istifadə olunması və s. Bədii təfəkkürün inkişafı, təbii ki, bədii təfəkkür məşğələsi, onlar haqqında məlumatların formalaşdırılması uşaqlarda, bədii təfəkkürün hər tərəfli inkişafının təmin olunması. Məntiqi və riyazi təfəkkürün inkişafı məşğələsi, bütün müəllimlərin yaralı yeri belə deyək, riyaziyyat, yenə də deyirəm, olmazsa olmaz mövzumuzdur və 6 hissənin 6-sı da mütləq şəkildə öyrənilməlidir. Savad təliminin inkişafı, savad təlimi bilirsiniz, mütləq şəkildə, yenə də deyirəm ki, çərçivənin olmazsa olmaz mövzularındandır. Savad təlimi dedikdə nə başa düşürük? Savad təlimi Elkoniyə görə necədir? Yəhya Kərimova görə necədir? Ondan sonra çoxişləklik prinsipində söhbət nədən gedir? Jurovaya görə necə aparılmalıdır? Tarixən necə aparılmalıdır? Böyük qrupda savad təlimi üzrə hansı işlər görülməlidir? Və s. bunlar haqqında məlumatlı olmalıdır uşaqlar. Uşaqlarda özünə xidmət və əmək vərdişlərinin formalaşması, əməyin növlərindən gedir söhbət və eyni zamanda birinci inkişaf sahəmizin uşaqlarda formalaşdırılmasıdır. Masa arxasında davranış və gigiyena qaydaları, eyni zamanda əmək vərdişləri deyəndə 3.2 standartına əsaslanırıq. Sadə əmək bacarıqlarının uşaqlarda formalaşdırılması, özünə xidmət əməyi, təsərrüfat məişət əməyi, təbiətdə əmək, əl əməyi, bunların uşaqlarda tam şəkildə formalaşdırılması və bunların hər birinə nələr aiddir, onlar haqqında məlumatlı olmalıyıq. Oyunlar və onların təlimdə tətbiqi xüsusiyyətləri, təbii ki, oyun olmazsa olmaz, istər müsahibə mərhələsi, istər müsabiqə mərhələsinin olmazsa olmaz mövzularındandır. Oyunsuz uşağı təsəvvür etmək mümkün deyil. Oyun sevincli emosiyaların qaynağıdır. Oyunların 2
növü var. Bilirsiniz, yaradıcı oyunlar, qaydalı oyunlar. Yaradıcı oyunlara nələr daxildir? Qaydalı oyunlar hansılardır? Yaradıcı oyunlar sujetli rollu oyunlar, dramlaşdırılmış oyunlar, konstruktor oyunlar, qaydalı oyunlar, mütəhərrik və didaktik oyunlar. Didaktik oyunların da növləri var. Şifahi, oyuncaqlarla stolüstü çap oyunları, oyuncaqlarla işin təşkili necə olmalıdır? Oyuncaqlar hansı formada və hansı xüsusiyyətə malik olmalıdır? Bəs oyuncaqlarla oyunların növləri hansılardır? Hissələrə ayrılan oyuncaqlar, qurma üçün olan oyuncaqlar, stolüstü çap oyunları üçün istifadə olunan oyuncaqlar. Eyni zamanda müxtəlif oyun növləri, yəni bu oyun növlərini hansı formada oynanılmalıdır sualının cavabını bilməliyik. Təklikdə, paralel, əməkdaşlıq, sensomotor, simvolik, sərbəst, konstruktor və s. bu oyunlar haqqında da məlumatımız olmalıdır. Uşaqların məktəb təliminə psixoloji hazırlığı. Məktəb təliminə psixoloji hazırlıq 4 istiqamətdə gedir müəllimələr. Bunu da bilirik. Fiziki hazırlıq, emosional iradi hazırlıq, idrak proseslərinin inkişafı, burada söhbət psixi proseslərdən gedir. Psixi proseslərimiz hansılardır? Diqqət, hafizə, təfəkkür, təxəyyül, bir də nitq haqqında məlumatlı olmalıyıq. Uşaqlarda yaradıcı düşüncənin dəstəklənməsi yolları. Yəni, burada söhbət uşaq hüquqlarından gedəcək təbii ki. Yəni, uşaqların yaradıcı düşüncəsinin ortaya çıxarılması üçün hansı üsullardan, hansı formalardan, iş forması, iş üsulu burada öz əksini tapmalıdır. Səriştələrimiz burada öz əksini tapacaq ki, yəni hansı səriştələrə əsasən uşaqlarda bu bacarıqları formalaşdıra bilərik. Uşaq yönümlü yanaşma öz əksini tapmalıdır. Bütün bunların hamısı uşaqlarda yaradıcı mühitlərdən yenə də bəhs edəcəyik burada. Fəaliyyətlər arası keçidlər və asudə vaxtın təşkili. Burada da uşaqların asudə vaxtı necə təşkil olunmalıdır? Bir növ psixoloji suallara əsaslanır ki, yəni onların asudə vaxtı təbii ki, səmərəli keçirilməlidir. Müxtəlif variantlar verilə bilər və həmin variantlardan biri sırf onların asudə vaxtının səmərəli keçirilməsi üçün əsas üsuldur deyiləcək. Və burada da oyunlardan əsas söhbət açılır ki, yəni oyunlar əsasında onlarda fəaliyyətlər arası keçidlərin həyata keçirilməsi, eyni zamanda hər yaşına, onların yaşlarına uyğun şəkildə bu fəaliyyətlərin həyata keçirilməsindən gedir söhbət. Tədbirlərin və ekskursiyaların təşkili. Tədbir və ekskursiyaların təşkili deyəndə, təbii ki, burada söhbət nədən gedəcək? Bayramlar, əyləncələr, ekskursiyalar, gəzintilər, tədbirlər, yəni tamaşalar bunlardır. Bayramların növlərini bilməliyik, əyləncənin növlərini bilməliyik, ekskursiya neçə mərhələdən ibarətdir bunu bilməliyik, tamaşalar haqqında məlumatlı olmalıyıq ki, biz bunların hamısını öyrənirik. Fəaliyyət mərkəzləri, güşələr və onun təlimə inteqrasiyası. Təbii ki, fəaliyyət deyəndə fəaliyyət mərkəzləri, güşələr. Bütün güşələrin adlarını və orada qoyulan əyani vəsaitləri, orada qoyan bütün resursları bilməliyik. Və necə olmalıdır? Hansı formada qurulmalıdır? Hansı mühitdə təşkil olunmalıdır? Bunların hamısı bu mövzuya aiddir. Gigiyena qaydaları və ilkin yardım. Təbii ki, gigiyena qaydaları, əllər necə yuyulma, hansı hallarda yuyulmalıdır, saçlara qulluq, dişlərə qulluq, dəriyə qulluq, yataq yerinin təmiz saxlanması, ilk tibbi yardım isə əsaslarını da keçmişik, algoritmlərini də keçmişik. Əsasları bilirsiniz hansılardır? Yanıqlar zamanı çıxıq, sınıq, siyrilmə, ondan sonra hipotermiya hadisəsinin baş verməsidir, Heimlich üsuludur və yaxud da dəriyə hər hansı bir yad, bir tikan və yaxud da batması zamanıdır. Boğazda hər hansı bir nəsə qalarsa bu zaman hansı üsuldan istifadə edilməlidir? Çıxıqlardır, dediyim kimi əzilmələrdir və bu zaman hansı yardımların edilməlidir? Təbii ki, burada tərbiyəçidən bəhs olunacaq ki, tərbiyəçi necə olmalıdır, bəs vəziyyətə necə yanaşmalıdır? Təbii ki, sakit yanaşmalıdır. Təbii ki, bunun səbəbini bilməlidir ki, hansı səbəb, yəni nə olub, nə baş verir? Bu sualın cavabını əvvəl bilməlidir ki, sonra ilk yardımı çağıra bilsin, eyni zamanda uşağa ilk tibbi yardımı çağıra bilsin və ilk yardımı göstərə bilsin. Çünki bizim işimiz ilk tibbi yardım deyil, bizim işimiz ilk yardımdır. Keçək növbəti hissəyə, bircə dəqiqə müəllimələr. Burada bəhs edəcəyik təhsil verənlərin hüquq və vəzifələri.
Təhsil verənlərin hüquq və vəzifələri təbii ki, söhbət müəllimlərdən gedir. Bir də uşaqların hüquqları burada qeyd olunub. Valideynlərin hüquqları yoxdur. Bu demək deyil ki, biz bunu öyrənməməliyik, bilməməliyik, əksinə bilməliyik. Təhsil verənlərin hüquq və vəzifələri. Təhsil verənlərin hüquqları, yəni təhsil verənlər kimlərdir? Biz müəllimlərin hüquqları hansılardır? Bir də vəzifələri hansılardır? Uşaq hüquqları bəzən mübahisə olunan bir mövzudur ki, müəllimə uşaqların bəs elə yerlər var ki, elə mənbələr var ki, biz uşaqların vəzifələrini burada görürük. Həmişə də deyirəm ki, müəllimələr, onlar bağça uşaqlarına aid deyil də. Onlar təbii ki, məktəb uşaqlarına aiddir, şagirdlərə aiddir. Ona görə də bax verildiyi kimi təhsil verənlərin hüquq və vəzifələri, amma uşaqların hüquqları. Valideynlərin də hüquq və vəzifələrini mütləq şəkildə bura qeyd etməliyik. Pedaqoji etika, etik davranış qaydaları nə zaman qəbul olunub? Ondan sonra necə hansılardır? Bilirsiniz də etik davranış qaydaları hansılardır? Qanun aliliyi, ictimai etimad, konfidensiallıq, vicdanlılıq, peşəkarlıq və fərdi məsuliyyətin həyata keçirilməsi, loyallıq, qərəzsizlik, bunların hamısı etik davranış qaydalarına aiddir. Valideynlərlə iş forması, ailələrlə işin təşkili dediyim kimi olmazsa olmaz mövzularımızdandır. Burada da qeyd edəcəyik. Fərqli ailə quruluşları, mədəniyyətə qarşı həssas olmaq, davamlı ünsiyyət, yazılı hesabatlar, konfidensiallıq, valideynlərin bağçaya gedib gəlmə vaxtları haqqında, valideynlərin bağçaya cəlb olunması, onlarla müxtəlif söhbətlərin aparılması, hörmətə əsaslanan qarşılıqlı ünsiyyət, onlarla aydın və başa düşülən dildən istifadə olunması, ondan sonra onlara müsbət informasiyaların ötürülməsi və yaxud da düzünü demək, birbaşa informasiyanın ötürülməsi, bu informasiyanı necə ötürmək lazımdır? Təbii ki, əvvəl müsbətləri deyəcəyik, sonra mənfini ardını da gətirməliyik ki, biz birlikdə olub bu işin də öhdəsindən gələcək və s. Müəllimin ünsiyyət, qarşılıqlı əlaqə, əməkdaşlıq bacarıqları keçdiyimiz mövzulardan biridir. Uşaqla uşaq arasında, uşaqla müəllim arasında, müəllimlə valideyn arasında, valideynlə uşaq arasında və s. Yəni, bu bacarıqlarda hansı əməkdaşlıqda nələr olmalıdır? Uşaqla uşaq arasındakı əməkdaşlıq nədir? Valideynlə uşaq arasındakı əməkdaşlıq nədir? Müəllimlə uşaq arasındakı əməkdaşlıq nədir? Müəllimlə valideyn arasındakı əməkdaşlığa nələr aiddir? Eyni zamanda konfliktlərin idarə olunması. Konflikt nədir? Konflikt uşaqlar arasındakı mübahisədir. Konflikt baş verərsə tərbiyəçi necə davranmalıdır? Neynəməlidir? Hansı üsullardan istifadə etməlidir? Timerdir, diqqət verməməkdir, fikir bildirməkdir, müdaxilə etməkdir və s. bunlar aiddir konfliktlərin idarə edilməsinə. Və bu pedaqoji psixoloji yanaşmaların mövzularıdır. İndi gəlin baxaq nəzəriyyələrimizdən hansı nəzəriyyələrin adları verilib. Piaget kognitiv inkişaf nəzəriyyəsi, Vygotsky sosial inkişaf nəzəriyyəsi, Gardner çoxnövlü inkişaf nəzəriyyəsi, eyni zamanda Montessori və Emiliya yanaşmaları haqqında məlumat verilib. Baxın müəllimələr, Waldorf verilməyib, Elkoni verilməyib, Leushina verilməyib. Amma biz buna etibar edə bilərikmi? Biz deyə bilərikmi, verilməyib öyrənməsək də olar? Deyə bilmərik, deməyəcəyik. Mən öz adıma danışıram ki, mən müdavimlərimə bunları ehtiyac yoxdur, öyrənməyin çərçivədə yoxdur deməyəcəm. Çünki keçən dəfəki diaqnostik qiymətləndirmənin çərçivəsində Gardner yox idi, amma heç Vygotsky Piaget'dən bir sual düşmüşdüsə, Gardner'dən 2-3 sual düşmüşdü. Ona görə də bütün nəzəriyyələri öyrənməliyik. İlk çərçivədəki bütün nəzəriyyələri öyrənməliyik. Tələbatlar da bilirsiniz, ünsiyyət tələbatı, emosional iradi idrak tələbatı və emosional iradi tələbatlardan bəhs edir. Ünsiyyət nədir? Əməkdaşlıqdır. İdrak nədir? Düşünmədir. Emosional nədir? Necə ki, uşaqların məktəb təlimində psixoloji hazırlığında öyrəndiyimiz kimi. Nitqin semantik quruluşu, nitqin qrammatik quruluşu, daha doğrusu semantik məzmunu, riyazi ölçüləri və s. Montessori, üzr istəyirəm, Waldorf burada verilib, buna diqqət etməmişəm. Amma digərləri verilməyib, amma digərlərini də öyrənməliyik. Montessori, Waldorf, Emiliya pedaqoji yanaşmaları. Bir də uşaqlarda yaşına görə öyrənmə xüsusiyyətləri. Biz bunu həm yaş xüsusiyyətlərində öyrənmişik, həm ətraf aləmlə tanışlıqda, həm riyaziyyatda, həm təsviri fəaliyyətdə bunu ümumi götürəcəyik. Ümumilikdə uşaq bacarıqlarının öyrənilməsidir. Uşaq şəxsiyyətinin formalaşması burada tələbatı yenidən və burada verdiyi kimi tələbatı burada da verib. Hər ikisində eyni mənadadır və eyni mövzulardır. Belə müəllimələr,
Bir daha hər birinizə uğurlar, hər birinizə Allah zehin açıqlığı versin, güc qüvvət versin. İnşallah MİQ-ə işə qəbula hazırlaşan tərbiyəçi müəllimələr məqsədinizə çatarsınız. İnşallah sertifikasiyaya hazırlaşan müəllimələr Allah əziyyətinizi itirməsin. Bir daha hər birinizə zehin açıqlığı versin. Hələlik sağ olun müəllimələr.